oğlan və qızlarda Azərbaycan ərazisində cinsi inkişafın başlanğıcı başlayır menstruasiya başlayan dövrdə. Və burada nədən gedir söhbət? Uşağın, yeniyetmənin, hələ ki uşaqlıqdan yeniyetməyə keçən bir insanın öz bədənindəki dəyişikliklərə olan münasibəti. Qadının kamilliyi hisslərini idarə etməsidir. Kişinin kamilliyi isə cinsəlliyini idarə etməsidir. Yeniyetkinlik dönəminə qədəm qoyan, cinsi yetişkənliyə doğru qədəm qoyan, yeniyetməlik dövrünə qədəm qoyan uşaq və yeniyetmələr ki var, onların qarşı həssas olmaq lazım. Bir otaqda məsələn onların yatması doğru deyil. Dediyim məsələ nədir? Orada müəllimlər, kişi müəllimlər, oğlan uşaqlarını tərbiyə edəndə qadınla davranışın yüksək səviyyəsini onlara tədris etməlidir. Salam, hər vaxtınız xeyirli olsun, doktor. Hər vaxtınız xeyir. Bugün cinsi tərbiyədən danışmaq istəyirəm. Uşaq və yeniyetmələrdə cinsi tərbiyə. Çünki YouTube-da belə bir sual olmuşdu deyəsən, kommentlər Bəli, kommentlərdə bir xanım yazmışdı ki, cinsi tərbiyə haqqında danışasınız və mən suallar hazırladım. Deməli, ilk sualım belədir. Uşaqlarda cinsi inkişaf neçə yaşdan başlayır? Qızlarda və oğlanlarda? Deməli, ümumiyyətlə, bir fizioloji aspektdən yanaşdınız. Siz yaşla bağlı soruşursunuz. Bəli, var insanın cinsel inkişafı var, psixocinsel, psixoseksual inkişafı. Və biz bu seks sözündən qorxmamalıyıq. Seks cinsiyyət deməkdir İngiliscə və gənc psixoseksual inkişaf var, bir də cinsel inkişaf var. Fizioloji olaraq oğlan və qızlarda Azərbaycan ərazisində cinsi inkişafın başlanğıcı başlayır menstruasiya başlayan dövrdə qızlarda. Menarxe, yəni ilk menstruasiya qızların cinsi inkişafının başlanğıcı və yeniyetməlik dövrünün başlanğıcı hesab oluna bilər fizioloji cəhətdən. Yəni 11-14 yaş arası. 10-13 deyə bilərik hətta. Oğlanlarda isə bu başlayır hardasa 12-13 yaşdan sonra. Bu yeniyetməlik dövrü, o da cinsi inkişaf fərqlər görünməyə başlayır. Maraqlıdır ki, eyni sinifdə oxuyan, mən o həmişə yeri gəlsə bunu toxunacağım, ona görə ayrı məktəblər deyirəm. Eyni sinifdə oxuyan tutaq ki, qız və oğlan yeniyetməlik dönəminə qədər eyni ağılda, eyni düşüncədə, eyni psixologiyada ola bilirlər, eyni səviyyədə. Əqli inkişaf dərəcəsi və s. Amma cinsi yetişkənlik dövrü qızlarda erkən başlayır. 4 ilə qədər fərq edir, 3-4 il və eyni sinifdə oxuyan 12 yaşlı oğlanla 12 yaşlı qızın düşüncə səviyyəsi, həyata baxışı, praqmatizm eyni deyil. Qızlar daha praqmatik, daha həyata ciddi və real baxışda olurlar və insanlar cütlər arası münasibətlər haqqında daha çox düşünməyə başlayırlar. Yeri gəlmişkən cinsi əlaqə haqqında yox. Qızların düşündüyü emosional tərəfdir. Beləliklə cinsi inkişaf başlayır 10-12 yaş arasıdır adətən. Çox maraqlı bir şey dediniz. Siz Azərbaycan ərazisi üçün dediniz. Yəni bu ərazi olaraq dəyişir, iqlimlə əlaqədardır. Yəni cinsi inkişafa əgər psixoloji tərəfin kənara qoyub fiziologiyadan danışsaq, məsələn, ərəb ölkələri, Afrikada və s. ola bilsin menarxiya 9 yaşda, 8 yaşda başlasın. Amma elə ölkələr, şimal ölkələr, günəş az olan ölkələr, D vitamini əskil olan ölkələrdə məsələn başlasın 11, 12, 14 yaşda hətta qızlarda menarxiya, menstruasiya başlasın. Ona görə bu fərqlər ərazi, coğrafiya təsiri var və bu elmi əsaslı məncə yanaşmadır. Aydın, doktor, təşəkkür edirəm. Deməli, cinsi inkişaf dedik ki, zamanı dəyişikliklər baş verir oğlanlarda və qızlarda. Bu dəyişikliklər haqqında öncədən uşağa kim və necə məlumat verməlidir, oğlana və qıza? Baxın, cinsi tərbiyə ilə buradan başlayır. Və buna görə mən hətta məhz bu mövzuya görə bir dəfə demişəm, bir neçə dəfə ki, cinsi tərbiyə aktual olduğu üçün məhz qız və oğlan məktəbləri ayrı olmalıdır. Cinsi tərbiyə və qadın-kişi davranış modeli ayrı formalaşdırılmalıdır. Cinsi tərbiyə və qadın və kişinin davranış modeli. Bugünkü cəmiyyətdə baş verənlərdən sonra şikayətlər ki, çoxdur axı, məsələn, cinsi model, cinsi davranış dəyişibdir, cinsi azlıqların bəzən onlara olan münasibətlər, bunların negativ tərəfləri insanların münasibətində, bunlar niyə ortaya çıxır bu qədər? Məhz o məsələyə görə psixoseksual inkişaf dövründə nəzərdən qaçırdığımız çox şey var. O cümlədən də bəli, cinsi tərbiyə, cinsi məlumat verilməsidir. Qızlara da, oğlanlara da bu məlumat mütləq verilməlidir. Mümkün qədərilə ailə çərçivəsində. Amma profesional yanaşma belə deyil. Profesional yanaşma odur ki, bunu etməlidir bu sahənin mütəxəssisi. Mən hətta düşünərdim, yenə düşünürəm ki, qız və oğlan məktəbləri ayırmaq ideyası ki verirəm. Bu biraz çətin ideyadır, buna biz qayıdacağıq. Amma heç olmasa müasir təhsil sistemində, Azərbaycan təhsil sistemində nə olar ki, mütləq hər şeyi Avropaya uyğunlaşdıraq ki, özəl Azərbaycana məxsus qızıl orta yanaşma olardı ki, cinsi tərbiyə dərsləri təşkil olunardı. Və burada qruplar ayrılardı. Oğlanlar və qızlar ayrı qrupda dərs keçərdilər. Bunu
qruplaşdırmaq, dərs saatları ayırmaq olar və bu cinsi tərbiyə dərslərini oğlanlar üçün kişi xeylağı, məhz psixologiyanı bilən, fiziologiyanı bilən xüsusi bir tərbiyəçi və ya müəllim fəaliyyət göstərmək. Necə idman hazırlığı ayrı dərs müəllim olur, tutaq ki, hərbi hazırlığı ayrı müəllim olur, belə bir yanaşma olmalıdır və qızlarda da ayrı xanım, məsələn, cinsi tərbiyə dərsdən bir xanım mütəxəssis, qadın həyat təcrübəsi olan, şəxsi ünsiyyətləri olan, ailə anlayışı olan bir qadın keçməlidir. Və burada nədən gedir söhbət? Uşağın, yeniyetmənin, hələ ki uşaqlıqdan yeniyetməli keçən bir insanın öz bədənindəki dəyişikliklərə olan münasibəti. Birinci bu. Məsələn, biz özümüzü bədən hesab edirik. Biz ruhi varlıq olduğumuzu bilmirik çox vaxt. Bizə bunu öyrətmirlər. Birəklə mən özümü bədən hesab edirəm. Yaşım 11-12 çatıbdır. Tutaq qız uşağıyamsa 10 yaş, 11 yaş. Menarxiya haqqında ən azı birinci ana məlumat verməli ki, səndə bu ola bilər qızım. Olanda qorxma. Hətta əksinə bunu bayram etmək lazımdır ki, sən qadın olmusan. Hətta bəzi Avropa ölkələrində bunu təbliğ edirlər, bayram kimi qeyd edirlər. Bizdə bunu yox örtbasdır, ayıb atası bilməsin şəklində belə tibbi və psixoloji cəhətdən yanlış yanaşma ilə ortaya çıxır və qız bu ilk travmasını burada alır. Demək, cins tərbiyə başlayır ki, ana qız uşağına gedəndə menarxiyanı ona deməlidir. Deməli ki, sənə menarxi olacaq. Bu nə deməkdir? Və ana özü bunu bilməsə necə deyəcək? Özü çox vaxt bilmir axı. Psixoloji və seksual cəhətdən savadsızdır bizim xanımların çoxu. Bir də ondan başqa bizə axı öyrədirlər ki, ana ilə övladı arasında pərdə olmalıdır, ayıbdır, demək olmaz. Belə şeyləri danışmaq. Mən onu deyirəm. Yəni psixoseksual inkişafa mane olan mentallığımız var. O tədrisə mane olan mentallığımız var. Düzdür, mentallığı birdən-birə silmək doğru olmaz, amma ən azından elmi əsaslı bəzi məqamları mentallığımıza əlavə etmək olar. Ki, qız uşaqlarına analar, yaxud məsələn evdə menarx haqqında məlumat verməli. Menarx yəni ilk menstruasiya. Açıb bir Google əmindən, Google həzrətlərindən soruşmaq olardı ən azından. Və sonra artıq cinsi tərbiyə dövrü başlayır və burada artıq ananın tam dərinə getməsi çox mümkün olmur deyə mütəxəssis, professional, bu işi bilən, ona görə deyirəm, cinsi tərbiyə dərsi olmalıdır. Yoxsa qız gedəcək ondan, bundan, rəfiqəsindən, küçədən, bayırdan, internetdən və hətta uzaq olsun pornoqrafik filmlərdən öyrənməyə başlayacaq bəzi məqamlar və bu doğru olmayacaq. Onun psixoseksual inkişafında ən mənfi təsir yanlış yerdən məlumat almaqdır. Yəni seksin əsas bir şey olması haqqında fikirlər formalaşır. Halbuki insan təkcə cinsi tərəfdən ibarət deyil ki, düzdür, biz bunu vurğuluyuq, keçən verilişlərin birində danışmışıq bu arada, amma elə deyil. İnsan demişəm onu ki, 3 səviyyədən ibarətdir. Onun birinci növbədə dərrakəsi var, sonra hissləri, emosiyalar, sonra cinsəlliyi var. Və qız və oğlan fərqi nədir? Qız və oğlanın psixoseksual inkişafında fərq nədir? Qız uşağı hiss etməli və ona başa salmalıdır ki, qızlar üçün daha dəyərli olan emosional sferanın inkişafıdır. Qadın emosional sferası qadın davranışını formalaşdırır. Erkək pərilər burada olmur, burada qadınsal formalaşan, hiss və həyəcan üzərində, hissiyyat üzərində formalaşan qadın davranış tipi üzrə çıxır. Kişilərdə isə formalaşmalı, təəssüf ki, ancaq bir tərəfli formalaşır. Bu da nədir? Dərrakə və cinsəllik bir yerdə inkişaf etməlidir. Bizdə isə oğlanlara bunu öyrətmirlər. Cinsəlliyə dərrakəli münasibəti yoxdur. Əksinə, dərrakəmiz, bizim kişilərimizin çoxu bu barədə düşünmür çox. O yüzden bir sual verək. Bəlkə bizim dərrakəmizmi cinsiyyətimizi idarə edir? Yoxsa cinsiyyətimiz mi dərrakəmiz? Yəni dərrakə mi cinsiyyətə qulluq edir? Yoxsa cinsiyyət mi dərrakə? Əgər bizim dərrakəmiz cinsiyyətimizə qulluq eləyirsə ki, yəni bütün dəyərləri pozaraq yalnız cinsi həzz almağı düşünək, demək ki, nə baş verir? Psixoseksual inkişafda cinsi tərbiyə düzgün əldə olunmayıbdır. Kişi xeylağında taraz olmalıdır, dərrakə və cinsəllik. Qadında isə emosionallıq. Yəni, bu 3 səviyyədə demək, qadının emosional, orta çakra, orta səviyyəsi güclü olur. Kişilərdə isə həm dərrakə, həm cinsi səviyyə deməli, inkişaf eləməli ki, o birləşsin. Yəni, bunu necə bir də izah edeyim. 3 səviyyə götürək. İnsanı 3 dənə səviyyəyə bölək. İnsanın var, həmişə deyirəm, yenə deyəcəm, dərrakəli səviyyəsi. İnsanın var emosiyaları, hissiyatı, sevmək, kin, qəzəb, nifrət, xoşbəxtlik və s. Müsbət və mənfi emosiyalar. Və insanın var cinsi sferası. Kişilərdə dərrakə və cinsi sfera qabarıq olmalıdır. Dərrakənin nəzarəti altında olan cinsi sfera. O əlinə, belinə, dilinə sahib ol məsələsi. Qadınlarda isə emosional sfera qabarıq olmalıdır. Ona görə məşhur filmlərin birində o Vito Corleone obrazı var, Xaç atası. Oğluna deyir ki, biz kişilər məsuliyyətsiz ola bilmərik. Qadınların məsuliyyətsiz olmağa müəyyən qədər haqqı var.
Ona görə qadın məsuliyyətsiz ola bilər, hissiyatından davranıb, amma kişi məsuliyyətsiz olmamalıdır. Beləliklə, kişi iki çakranın idarəsində olmalıdır, dərrakə və cinsiyyəti idarədə saxlamalıdır, qadın isə hisslərini idarədə saxlamalıdır. Qadının kamilliyi hisslərini idarə etməsidir, kişinin kamilliyi isə cinsəlliyini idarə etməsidir. Və bu şəkildə əgər cinsi tərbiyə verilərsə, cinsi həyatını da düzgün yaşayar. Məsələn, cinsi yolla yoluxan xəstəliklər yayılmaz, təsadüfi cinsi əlaqələrdən insanlar qaçarlar, insanlar cinsi əlaqəyə yalnız dərrakəli formada, halal, düzgün formada münasibət göstərərlər. Və gənc qızlarımızın, gənc oğlanlar, hələ evlənmək niyyətində olmayan, ciddi münasibət qura bilməyən, yalnız oğlanların yanında mən filan qızı tutdum deyib, kobud formada qızları biabır edən oğlanlarla ünsiyyətdə olmazlar qızlarımız. Qızlarımız ağıllı, səviyyəli oğlanlarla ünsiyyətdə olar. Oğlanlarımız da bu şəkildə ciddi yanaşırlar həyatlarına və düzgün psixoseksual inkişaf keçərlər və xoşbəxt həyat yaşayırlar. Əslində maraqlı bir məqama toxundunuz. Mən də sual vermək istirdim ki, məsələn olur ki, Bilməm, artıq nitqim aydın oldu mu? Biraz sürətli danışdım məsələn. Bəli, hər şey aydındır. Artıq inkişaf dövrünə keçmiş qızlar və oğlanlar 13-15 yaş arası bir də görürsüz ki, aralarında bir hisslər yaşanır. Yəni sizin dediyinizdən belə çıxdı ki, bu qızlarda emosiyalar olur, amma əslində oğlan tərəfi başqa Oğlan yalnız tərəfdən cinsi tərəfi düşünür. Dəyərli qızlarımız, mən də qız atasıyam, qız övladlarım var. Gənc qızlarımız və onların anaları, qızlarınızı başa salın, izah edeyim. Mən də deyirəm, buradan, efirdən, YouTubedan, hər yerdən izah edirəm. Oğlan xeylağı, qız 13 yaşında, qız 15 və 13-15 yaşında oğlan bunu istəyirəm deyirsə, bu istək dövrü deyil. O oğlanda cinsi dövrdür. Və qızlarla amma emosiya, darıxmaq, emosional bağlılıq övladları daxı, qız uşaqları belə olar təbiətcə. Və onlar aldanırlar, qızlar aldanır. Oğlan da bilir ki, sevirəm sözünü desə, aşkım desə, qız bağlanacaq buna, amma məqsədi cinsi həyata olan maraqdır. Nadir halda oğlan uşağı emosional tərəfdən qadına, qıza yanaşa bilir. Çox nadir hallarda olur. Onun da axırı məcnun olur. Məşhur əsər Füzulinin Məcnunundakı kimi. Yəni qalan hallarda oğlanlar cinsi qalibiyyət, cinsi qələbələrin sayını çoxalmaq üçün düşünürlər. Ona görə qızlarımız diqqətli olsunlar. 13-15 yaş sevgi dönəmindən çox, bunu valideynlər yavaş-yavaş ehtiyatla, sevərək izah etməlidir. Təhsil dönəmidir. Təhsilə yönələcək dönəmdir. Və masturbasiyanın da ötən verişlərin birində danışmışdıq. Məhz masturbasiya haqqında məlumatlı olan oğlan və qızlar yanlış cinsi əlaqəyə getməyəcək. Özünü cinsi təmin edə bilən bir fərd, bir yeniyetmə yanlış cinsi əlaqədən özünü qorumaq şansı qazanır. Ona görə hərdən bunu təbliğ edib çatdırıram. Tərbiyəsiz məntiqi çatdırmaq üçün deyil. Çox yanlış və səviyyəli olmayan, elmi həqiqətdən yanaşmayan münasibətlər görürəm izləyicilərimizin bəzi kommentlərində. Amma belə deyil. Mənim vurulamakda məqsədim sizin övladlarınızın xeyrinədir ki, bilsin ki, masturbasiya nədir. Oğlan uşaq bunu bilərsə, başqasının anasına, basına sataşmadan öz evində öz hisslərini soyudar, sakitləşər, hamamında üzr istəyirəm. Və nəyə görə bunu vurğulayıram? Çünki cəmiyyətimizdə bütün bəlalar cinsi tərbiyənin çatışmazlığından doğur. Bunu mən demirəm, bunu Sigmund Freud vaxtı ilə deyib ki, cinsi inkişaf dönəmində aldığımız travmalar cəmiyyətdə gərginlik və böyük bəlalar yaradır. Bir kişi xeylatı söylədir, ziyalı, səviyyəli, amma cinsi tərbiyə almamış. 45 yaşında kişi ailəsini də saxlayır, güya ailə saxlayır cəmiyyətin xətrinə. Kənarda da cinsi qələbələrini kitab dəftərə salır. Hesaba alır ki, mən 20 qadından oldum, 30 qadından oldum, 40 qadından oldum. Qürələnirlər də, bu ailə bir paylaşırlar da bunu bir-birinə. Yəni, budur cinsi tərbiyənin çatışmazlığı. Budur cəmiyyətin bugünkü halı. Ona görə cinsi tərbiyə çox vacib mövzudur həqiqətən və kommentdə bunu bizdən istəyən izləyicimizə minnətdarım. Doktor, o zaman ailələrdə qız və oğlana cinsi tərbiyəni kim verməlidir? Ana mı, ata mı? Ailədə cinsi tərbiyəni tam vermək mümkün deyil. Xüsusilə bizim mentallığımızda. Amma idealda bəli ki, oğlana ata deməlidir ki, bu belədir, qıza da ana deməlidir. Bəs onların münasibəti necə qurulmalıdır? Məsəl üçün, evdə yeniyetmə dövründə olan bir oğlan, inkişaf dövründən keçən bir oğlan varsa, bir qız varsa, onların bir-birinə qarşı münasibəti, yəni hətta belə bir şeylər də biz eşidirik ki, xəbərlərdə çox ağır. Necə? Yəni qardaş öz bacısına, hətta elə zorakılıqlar olur, ata öz qızına. Cinsi inkişaf dövründə həssas yanaşılmalı məsələlərdən birinə toxundunuz əslində. Məsələn, dayı uşağı, dayı oğlu, xala qızı, bibi qızı, dayı qızı, bacı, qardaş. Bu dövrdə
bir otaqda qalırlar, bəzən tək qalırlar, qonaq gedib gələn dönəmdə. Gecə yataqda bir otaqda yatırdılar, bəzən valideynlər buna fikir vermir. Bir bacı qardaş da daxil olmaqla yeni yetkinlik dönəminə qədəm qoyan, cinsi yetişkənliyə doğru qədəm qoyan, yeni yetməlik dövrünə qədəm qoyan uşaq və yeni yetmələr ki var, onları qarşı həssas olmaq lazım. Bir otaqda məsələn onların yatması doğru deyil. Uzun müddət evdə ikisinin tək qalması doğru deyil. Negativlərin qarşısını almaq üçün. Bu valideynlərin cinsi yetişkənlik dönəmində fikir verməli olduğu əsas cinsi tərbiyə yanaşmalarından biridir. Yəni, mən belə terapevtik təcrübəni çox görmüşəm, belə negativ halların yaratdığı travmalardan ortaya çıxan məqamlar. Hətta oğlanlarla oğlanlar arasında, məsələn, psixoseksual inkişaf, cinsi inkişaf dövründə homoseksuallığa meylin yaranması səbəblərindən biri də, üzə çıxma səbəblərindən biri də olur ki, oğlanlar bir-birindən cinsi təcrübə yaşamağa meylənirlər. Yenə qayıdacağıq masturbasiya. Heç olmasa masturbasiyanı bilsə, bu ünsiyyətlərdən kənarda qalmaq imkanı qazanır. Məsələ budur. Ona görə bu məqamlara valideynlər fikir verməlidir. Cinsi yetişkənlik dönəmində oğlanların və qızların qohum olduğu, bacı qardaş olduğu, qonşu olduğu bir otaqda, bir evdə çox qalmağına yol vermək doğru deyil. Buna hansısa ehtiyatlı siyasi üsulla, tərbiyəvi üsulla buna qarşı çıxmaqda fayda var. Bir də yeri gəlmişkən onu da vurğulayım. Cinsi zorakılıq halları ki, böyük psixi travmaları gətirib çıxardır. Bəli. Ötə yaşlarda, məsələn 30 yaşlardan yuxarı insanlar gəlir, pasiyentlər gəlir ki, məsələn qız babası tərəfindən zorlanıb. Belə şeylər az mı gördük biz məsələn? Belə məqamlar görürük. Məsələn, yaxın qonşusu tərəfindən zorlanıb yaşlı bir insan. Taksi sürücüsü bunu, məsələn, qız uşağıdır, məktəbə aparıb gətirir, valideyn taksi sürücüsünə etibar edir. O sürücü kişi, yaşlı kişi xeylağı qıza qarşı cinsəl hərəkətlər etməyə meylənir. Məsəl üçün, oğlanlara qarşı da bu zorakılıq olur. Bunu nəyə görə deyirəm? Oğlan və qızlar məhz cinsi yetişkənlik dönəminə qədər, hətta uşaq, məsələn, pedofiliyanın inkişaf etdiyi bir dönemdə yaşayırıq dünyada hər yerdə. Bu hətta porno industriya öz addımını atıb uşaq pornoqrafiyası deyirlər buna. Və pedofiliya artdığı dönemdə uşaqlara uşaq vaxtından izah eləmək lazımdır. Sənin harana heç kim əl vura bilməz. Sənin dodağından heç kim öpə bilməz. Sənin müəyyən sahə var. Cinsi sahənə heç kim əl vura bilməz. Və bir də vacib mövzu. Belə yaşda, ya 5 yaşdan hətta başlayaraq uşaqlara izah eləmək lazım. 3 yaşdan, 4 yaşdan, 5 yaşdan. Başqa əmi, dayı, xala, bibi, qonşu uşağı sənə deyəndə ki, ya bunu eləyək və ata-anana demə, uşağa bunu öğretmək lazım, bunu demək lazım. Düzdür, elə bir ailə bunu deyə bilər ki, o ailə uşağın üstə bağırmaq, çığırmaqla məşğul deyil. Uşağın üstə bağıran, çığıran ana və ata deyə bilməz qızına və oğluna ki, gəl mənə de. O uşaq qorxacaq demək ki, məni vurar, döyər. Bu çox vacib məqamlardır. Uşaqlıqdan cinsi travmaların, cinsi əsaslı psixoloji travmaların, psixi travmaların alınmaması üçün cinsi yetişkənlik dönemində verilən cinsi tərbiyə buna görə çox vacibdir. Düzdür, bu çox şaxəli mövzudur. Biz burada yalnız bayraq sancırıq ki, bu məqamlara fikir verin. Amma çox şaxəli mövzudur. Əslində çox önəmli bir şeydir. Mən də həmişə qarşı olmuşam, doktor, balaca oğlu və ya qızı olan valideynlər onun dodaqlarından öpürlər. Sevgidən də, əzizləməkdən də anlayıram, amma bu birinci gigiyenik cəhətdən doğru bir şey deyil. Olmaz psixoseksual inkişaf üçün negativ. Bəli, digər halda başqalarının qarşısını almaq üçün. Və burada bir aşıya çıxım, sonra davam edək. Mən oğlan və qız məktəblərin ayrı olması mövzusunu niyə həmişə vurğulayıram? Məhz bir də vurğulayım buna görə. Ki, cinsi tərbiyə dönəmi, özü məktəbin 5 ilə ən azı cinsi yetişkənlik dönəminə təsadüf edir uşaqlarda, orta məktəbin. Ola bilsin ibtidaidə bir yerdə oxuyarlar, ibtidai sinifdə, ibtidaidən sonra ayrılsınlar. Ola bilər birinci sinifdə ayrılsınlar, ali məktəbdə birləşməyə ixtiyarlar olmalıdır. Və ya texnikum təhsilində birləşə bilərlər. Nəyə görə deyirəm bunu? Çünki məhz o cinsi yetişkənlik dönəmində oğlan və qızlar arasında negativ münasibətlər formalaşır. Psixoloji əsaslı, psixoloji cəhətdən negativ əsaslı münasibətlər. Az mı görmüşük? Oğlan qıza güya sevgi hekayəsi oxuyaraq videoya çəkir onunla hər hansı bir ünsiyyətini və bunu yaymaqla hədələyir, sonra qıza qarşı seksual zorakılıqlar tətbiq olunur sinif yoldaşları tərəfindən, onlarla bir yerdə. Yəni bunların qarşısı alınması üçün də qız və oğlan siniflərinin məktəblərin ayrı olmasında fayda var. Üstəgəl qız məktəblərində müəllimlər yalnız qadınlar, kişi məktəblərində yalnız kişilər olmalıdır. Mənə inanın, kişi mühitinin necə bir mühit olduğunu orduda olan əskər zabitlər bilirlər. Kişi mühiti erkəyin erkək davranış modelini formalaşdıra biləcək əsl mühitdir. Bugün baxın, müəllimlərin çox qadınlardır. Ya orada böyüyən erkəkdə erkək davranış modeli çox çətin formalaşacaq. Xüsusilə yarımçıq ailələr çoxdur. Tək analar var, oğlan böyüdülər. O erkək modelini harda alacaq? Oğlan məktəbində oxusa, oxuya bilsə. Oğlan məktəbi olsaydı, qız məktəbi ayrı olsaydı.
Ya bu cəmiyyətdə kişi və qadın davranış modeli və sağlam cinsəl mühitin formalaşması, sağlam sevgi və doğmalıq dolu ailə dəyərlərinin formalaşması üçün vacib olardı. Bunu sadəcə bir haşiyə üçün dedim ki, öz mövqeyimi Amma bildirim. belə ayrı olanda belə bir məsələ var. Nə qadağandısa, yəni görmədiyi şey daha şirin gəlir. Onlar sonradan necə deyim, daha pis hallara daha çox rast gəlinməz. Xeyr. Baxın, mən dedim axı, orada onları mağaraya salıb sonra mağaradan çıxarıb buraxmırıq. Axı bu biraz yanaşmaz bəsit oldu cimin. Yəni bunu deməliyəm ki, elə deyil çünki dediyim məsələ nədir? Orada müəllimlər, kişi müəllimlər, oğlan uşaqlarını tərbiyə edəndə qadınla davranışın yüksək səviyyəsini onlara tədris etməlidir, öyrətməlidir. Müəllimlər gərək özləri qadınla davranışı bilsinlər. Onu deyirəm. Mən sizə Bəli. idealdan göstərirəm. Siz mən ayı işarə eləyirəm, tamaşaçılara xahiş edirəm. Mən barmağımla ayı, yəni yuxarını göstərirəm. Barmağınız doktor niyə belədir sualı verməyin. Və bu belə təəccüblü şey olacaq, yanaşma olacaq. Mən demirəm ki, bu belə tam ideal olacaq. Mən deyirəm ki, idealı bilmək lazımdır ki, heç olmasa ona yaxınlaşan bir addım atasın. Məktəblər ayıranmırsınız. Heç olmasa cinsi tədris, cinsi tərbiyə tədrisi fənni olaraq ayrılmalıdır. Oğlan qız qruplarında bunu kişilər və qadınlar tədris etməlidir. Nə çoxdur. Ola bilər, amma Nə çoxdur gənclərimiz cinsi tərbiyəsi düzgün almış, cinsi cəhətdən savadlı, elə gənclər müəllimliyini bu sahədə edə bilərlər. Yəni bu da var. Yəni bunlar hamısı kişilərə kişilər, qadınlara qadınlar dəstəkləyərsə, başqa neqativ hallarına qarşı salınlar. Azdırmı kişi müəllimlərin qadın şagirdlərə qarşı cinsəl zorakılığı və ya cinsəl xarakter hərəkətləri az görməmişik. Ona görə bunları biz görmüşük, yəni eşitmişik, görmüşük, sosial mediada görürük. Bunların qarşısını almaq üçün də məncə maraqlı yanaşma olardı, doğru yanaşma olardı. Bu mənim şəxsi fikrimdir. Bunu mən cəmiyyətə belə sırmaq fikrində deyiləm bu fikrim. Buyurun. Aydındır. Yeniyetmələrdə homoseksuallıq barədə soruşmaq istəyirdim. Bu homoseksuallıq yeniyetmə dövründən başlayır, yoxsa sonradan yaranır və nə ilə əlaqəlidir? Cinsi azlıqlar, Sovet dövründə buna cinsi pozuntular deyərdilər, cinsi meyil pozuntular. Amma sonradan müasir psixiatriya da bilmirəm, o psixiatriya təşkilatlarında bəlkə cinsi azlıqlar nümayəndələri çoxdur deyə bəlkə ona görədir. Amma istənilən halda bugünkü məsələn Amerikan Psixiatriya Assosiasiyası və digər yüksək səviyyəli psixiatrik və psixoterapevtik, psixoloji birliklər bu sahəyə xəstəlik kimi baxmır ki, insan homoseksual çox xəstədirmi, yox xəstə deyil deyirlər. İnsan məsəl üçün biseksualdırsa xəstədirmi, xəstə deyil deyirlər. Ona görə bu yanaşma, müasir yanaşma fərqlidir və sual varsa ki, doktor, bu cinsi inkişaf dönəmində mi olur, baş verir? Xeyr. Müasir baxışlara görə insan doğuluşdan buna meyil ola bilər. Yəni homoseksuallıq çox vaxt doğuluşdan meyil ola bilən bir şeydir. Mühitə düşüb inkişaf edə bilər, inkişaf edə bilər. Var homoseksual düşüncə, var homoseksual davranış. Bunlar ayrı şeylərdir. Var zorən homoseksuallar böyüdüyü mühitdə buna öyrəşirlər. Oğlanlara müəyyən düzgün yanaşma, cinsi tərbiyə verilmədikdə buna meyil yaranıb və cinsi həzzin bu formatına öyrəşə bilərlər. Bunlar həqiqi homoseksuallar deyil bəlkə də. Məsələn, yəni bu məsələ həqiqətən ayrı bir veriliş mövzusudur. Mən onu deyə bilərəm ki, bəli, müəyyən faiz insanlar, cinsi meyil dəyişiklikləri olan insanlar, cinsi azlıq nümayəndələri məhz yeniyetmə dönəmində bu vəziyyətlə üz-üzə gəlirlər və məhz yeniyetmə dövründə bunların o psixoseksual inkişafı dövründə o cinsi meyilləri formalaşır. Ona görə düzgün cinsi tərbiyə bir çox belə halların da qarşısını almaq gücünə malik ola bilər. Tamam, aydındır doktor. Doktor, bəs yarımçıq ailələr var ki, ana ilə ata boşanıb və yaxud da valideynlərdən biri ölüb. O ailələrdə necə olmalıdır cinsi tərbiyə? Məsələn, siz bayaq dediniz əslində, ki, mən bayaq cavab verdim. Məktəbdə olsa ola bilər. Amma yoxdursa, bir qadın oğluna necə versin? Yoxdursa, qadın oğluna və ya qadının qohumu var, qardaşı var, məsələn, oğlanın dayısı, ya atasıyla münasibətləri, nə olsun yarımçıq ailədə? Atalar var ki, oğlanlarla münasibət saxlayırlar oğlu övladlarından. Çox nadir. Nadir də olsa var. Yəni, istənilən halda bir kişi nümunəsi, o erkəyin onunla qurduğu pozitiv münasibət və o münasibət üzərindən məsələn onu yönləndirə bilər. Bu materialı oxu, bundan xəbərin olsun. Heç olmasa bu şəkildə. Yəni orada həmişə üsullar tapmaq olar. Və yaxud da psixoterapevtə apara bilər tək qadın öz oğlu övladını ki, mütəxəssis bununla bu məsələnin müzakirəsini danışsın.
Tamam. Aydın, təşəkkür edirəm doktor. Siz də mən də sizə minnətdaram. Uşaqların cinsi inkişafı dönəmi çox vacibdir, onu vurğulayım, yeniyetməlik dönəmi. Amma daha vacib olanı biz gələcəkdə toxunacağıq, toxunmağa gələcəyik. Uşaqların da, yeniyetmələrin də, böyüklərin də ruhi bilik alması və ruhsal bilik tədrisi. Bu da bir ayrı bir mövzumuz. Gələcək mövzulara toxunacağıq. Çox gözəl olardı əslində ruhi bilik dərsi olsa yeniyetmə dövründən. Bəli. Çox gözəl insanlar yetişərdi. O da elə cinsi tərbiyədə müsbət təsir göstərir. Mən özüm maddi bədən yox, ruhi varlıq kimi bilsəm, mənim cinsi sahəmi də, digər sahələrimdə idarə etmə imkanlarım artar. Çox doğru. Təşəkkür edirəm doktor. Sağ olun.